Salam uşaqlar. İndi isə tarazlığa aid olan testlərə baxırıq. Bəzən dərs adama asan gəlir, amma testləri elədikcə adam deyir çətindir. Ona görə bir neçə nümunə asandan çətinə doğru hamısını verəcəm. Birinci mənim izahıma qulaq asın, sonra bilmədiyiniz tarazı haqqında bir dənə də məsələ qalmayacaq. Asandan çətinə doğru gedək. Deməli, məsələ birdən əvvəl. Belə toplum məsələsindən başlayaq. Deyir ki, azot üstəgəl 3H2 alınır 2NH3. Birincisi biz onu deyək ki, tarazlıq məsələlərini işləyəndə ya BST qaydası ilə işləyəcək, ya TST qaydası ilə. Bu nə deməkdir? B başlanğıc deməkdir. S sərf olunan, yəni girəndir. T artıq qalan, yəni tarazlıq qatlığı da artıq qalandır. Bu T tarazlıq qatılığıdır. S sərf olunandır. Bu da T yenə tarazlıq qatlığıdır. İndi mən hansı qayda ilə necə işlədiyimi necə bilək? Bizə deyir ki, bu reaksiyada tarazlıq qatılıqları, bax buradan yazıram ki, bizə deyir ki, tarazlıq qatlığı verilib, üçününki də verilib yazacağam. Azot hidrogenin ilkin qatlığını tap. Yəni başlanğıcı istəyir də, B-ni istəyir. BST qaydası ilə gedəcəm. Deyirəm başlanğıc sərf olunanı belə delta ilə göstərirlər. Lap S yazım içindəki biləsiz sərf olunandır. BST. Bu da tarazlıq qatlığıdır. Deyir ki, bu reaksiyasının tarazlıq qatılıqları uyğun olaraq azotda, bax azotun altına yazıram tarazlığı 0,2. Buradan yazıram qatılıqlar. Bəzən mollar verilir. Mən bilim qatılıqdır da. Azotun tarazlığı 0,2-dir. Mol böl litrlə verilib. Hidrogeninki verilib 0,1-dir. Amonyakın tarazlığı verilib ki 0,2-dir. Mənə deyir ki, başlanğıcların bunların tapın. İndi mən də nə deyirəm? Tarazlıq artıq qalan deməkdir. Yəni bundan bu qədər artıq qalıb, hidrogendən bu qədər artıq qalıb. Amonyakda isə məhsulda artıq qalan olmur. Məhsulun başlanğıcı qabda olmur. Qabda məhsul olmur sifədən. Məhsulun əmələ gələni olur. Əgər məhsulun əmələ gələni 0,2-dirsə, bu ilə 0,2 bu sərf olunana yazırıq da. Yəni əslində bu sərf olunan deyil, əmələ gələndir. Əgər bu 0,2 əmələ gəldisə, 0,2 əmələ gəldisə, belə çıxırmı ki, bəs bundan nə qədər girmiş olar? Axı biz əmsallarla işləməliyik. Yəni bunun əmsalı bundan 2 dəfə azdır. Deməli bunun girəni də bundan 2 dəfə az olacaq. Əgər bu 0,2 əmələ gəlibsə, bunun girəni 0,1-i girəcək. Bunun girəni bundan 3 dəfə çoxdur. Yəni bir əmsalına görə 0,1 girib, hidrogen azotdan 3 dəfə çox girib. Bu da 0,3 girəcək. Başlanğıc nə deməkdir? Biz sürət dərsində keçmişdik də. Başlanğıc deməkdir ki, sərf olunanla tarazlığın cəminə. Demək ki, bu ikisinin cəmi nə qədər eləyir? İkisinin cəmi əgər səhv eləmirəmsə, deyəsən 0,21 eləyir. Bunun başlanğıcı 0,21 eləyir. Bunların da ikisinin bir yerdə cəmi neçə eləyir? 0,13. 0,13. Başlanğıclarını tapdım ki, nə qədər idi? Yəni demək istəyirəm ki, mənə tarazlıqlar verilibsə, bunların girənini bilməliyəm də. Əmələ gələni bunun 0,2 əmələ gəldi. 0,2 əmələ gələndə bunlardan nə qədər girib? Yadda saxlayın ki, yalnız sərf olunanlar, yalnız girənlər əmsal nisbətində götürülə bilər. Yəni bundan 1 girdisə, bundan 3 girib. Bundan 2 girdisə, bundan 6 girib. Amma bundan 0,2 qalıbsa, bundan 0,6 qalıb demək deyil. Bunlar bir-birinə müqayisə edilmir. Başlanğıclar bir-birinə müqayisə edilmir. Müqayisə olunanlar yalnız girənlərdir. Hansı həcm nisbətində girib? 1-in 3-ə, bu da 3-ün belə deyək də 2-yə. 1, 3, 2 nisbətində reaksiyada məhsulların əmsallardır. Yalnız girənlər müqayisə oluna bilər. Başqa bir məsələ. Məsələn verilir ki, hidrogenlə oksigenin reaksiyasından söhbət gedir. Alınır 2H2O. Məsələn, deyir ki, bunların ilkin qatlıqları verilib. Deməli, başlanğıcdan söhbət gedirsə, BST qaydası ilə gedəcəkdə S-i delta ilə göstərmək olur. Yalnız girənlər əmsallar şəklində müqayisə olunur, digərləri yox. Məsələn, mənə deyir ki, məsəl üçün deyirəm də, hidrogenin başlanğıc qatılıq verilib. Yazıram buradan, qatılıqları verilib. Hidrogenin başlanğıc qatlığı, məsələn, 10 mol böl litrdir. Sonra verilib ki, tarazlıq qatlığı, məsələn, deyək ki, oksigenin tarazlıq qatlığı 4 mol böl litrdir. Suyun tarazlıq qatlığı 4 mol böl litrdir. İndi mənə nə deyir?
Mənə burada deyir ki, hidrogenin tarazlı qatlığını tap. Bax, hidrogenin başlanğıcını verib deyir tarazlığını tap. Oksigenin tarazlığını verib deyir başlanğıcını tap. Mən də nə edəcəm? Alınana görə taparam təbii ki. Təbii ki, başlanğıc maddənin, məhsulun əvvəlcədən başlanğıc qatlığı olmayıb. Bu yoxdur, sıfırdır. Alınıbsa əgər, bax, sudan əgər 4 əmələ gəlibsə, yəni tarazlığı ilə elə delta S eyni demək, 4 əmələ gəlib. Uje girənlər müqayisə oluna bilər də. Oksigen sudan 2 dəfə azdır. Deməli, oksigenin girəni sudan 2 dəfə az olmalıdır. Bundan ikisi sərf olunacaq. Amma bu buna bərabərdir. Təbii ki, bundan 4 əmələ gəlibsə, hidrogen də 4 girib də, bundan da 4-dür. Artıq tapmağa nə var ki? Hidrogenin başlanğıc qatlığı 10-dur, deltası, yəni girəni 4-dür, deməli tarazlığı 6-dır da. Oksigenin girəni 2-dir, tarazlığı 4-dür. Deməli başlanğıcı neçədir? Başlanğıcı 6-dır. İndi mənə nə deyir? Mənə deyir ki, tarazlıq sabitini tap, KT-ni tap. Mən də deyirəm KT-ni tapmaq üçün qayda budur da, suyun qatlığının kvadratı bölək hidrogenin kvadratı vuraq oksigen. Bunu bildik. Və demişik ki, tarazlıq sabiti yalnız nədən asılıdır? KT 2 dənə T-dən asılıdır. Təbiətdən və temperaturdan. Təbiət və temperatur dəyişmədiyi halda KT tarazlıq sabitimiz dəyişməz. İndi tarazlıq sabitini taparkən yalnız tarazlıq qatlığından istifadə edilir. Suyun tarazlıq qatlığının kvadratı. Suyun tarazlığı, bax, T'lər bunlardır. Mənə bunlar lazımdır. Bunlar lazım deyil. Deyirəm ki, 4-ün kvadratı 4 vur 4 bölək. Hidrogenin tarazlığının kvadratı. Hidrogenin tarazlığı neçədir? 6. 6-nın kvadratı 6 vur 6 vuraq. Oksigenin tarazlığı. Oksigenin tarazlığı neçədir? 4. Təbii ki, bu gedər, qaldı 4 böl 36, o da 1 böl 9. Qaldı cavab 9-da 1 şəklində edər. Başqa bir məsələyə baxaq. Deyək ki, yenə toplum məsələsidir. Belə bir şey verilir. Baxıram ki, reaksiyada CO və oksigenin reaksiyasından gedir. Mən də tez yazıram, bunu əmsallaşdırıram. Yenə deyirəm, BST qaydası var, TST qaydası. B başlanğıcdır, T tarazlıq deməkdir. S2 sərf olunan. Mənə deyir, qapalı qabda 0,6 mol, mollarla verilib, diqqətli olaq, bayaq qatlığına verilmişdi. İndi mollarla, lap burada yazım ki, qarışdırmayın. 0,6 mol CO, 0,4 mol oksigen qarışdırılanda reaksiya baş verir. Yəni, başlanğıcda qaba bu maddələr tökülür. Deməli, başlanğıcdan gedir söhbət. B, S, T qaydasından istifadə edəcəyik. Mənə deyir ki, qapalı qabda 0,6 mol siftədən qaba 0,6 mol bundan töküblər. 0,4 mol bundan töküblər. Mollarla yazıram ki, axırda qatlığa çevirəcəyik, başımız qarışmasın. Deyir, tarazlıq halında, tarazlıq yəni burada, bu hissədə. Yəni, reaksiya gedib qutarıb, axırda qabda qalanlar. Tarazlıq halında başlanğıc maddələrin molekullarının sayının cəmi məhsulların molekulların sayına bərabər olur. Mən də nə deyirəm? Bir də mənə deyir ki, əgər bu reaksiyanın tarazlıq sabiti KT-miz 8-ə bərabərdirsə, reaksiya gedən qabın həcmini tapın. Sual belədir. İndi nə deyərəm? Bayaq məsələlərdə belə idi ki, alınan verilirdi. Deyirdim ki, bundan verilir. Mən bunun veriləninə görə bunu tapırdım. İndi verilməyib axı. Neyniyəcəm? Deyirəm, təbii ki, məhsulun başlanğıcı olmur, 0 olur. İndi bilmirəm axı bundan nə qədər əmələ gəlib bunları tapım, nisbətlə eləyəcəm. Bunun tarazlığı nə qədərdir qabda? 2 vur nə qədərsə. Deyirəm, bunun tarazlığı qabda 2x-dır. Məhsulun tarazlığı ilə deltası eyni qiymət deməkdir. Məhsulun tarazlığı ilə deməli, girəni eyni deməkdir. Bundan 2 vur x əmələ gəlib, ancaq girənlər müqayisə oluna bilər, digərləri yox. Bundan 2 vur x qədər əmələ gəlibsə, təbii ki, bundan 2 dəfə az girib. Əgər bu 2x əmələ gəlibsə, bu x girib. Bunun deltası x yazacağam, x girib. Amma bu bundan 2 dəfə çox girib. Bu x girəndə təbii ki, bu 2x girəcək. İndi deyirəm ki, CO-nun başlanğıcı 0,6 idi, girəni 2x-dır. Deməli, nə qədəsi qalır kənarda? 0,6 çıx 2x-i qaldı tarazlıqda. Oksigenin başlanğıcı 0,4 verib, tarazlığı da x-dır. Girəni də x-dır. Tarazlığı nə qədərdir? 0,4 çıx x. Bu bizim bildiyimiz məlumat. İndi mənə nə deyir?
tarazlıq halında, yəni tarazlıq bu deməkdir. Deyir, tarazlıq halında, sual oxuyum. Başlanğıc maddələrin molekullarının sayının cəmi, başlanğıc maddələr CO və oksigendir də burada. Tarazlıq halında bunların molekullarının cəmi, yəni 0,6 çıx 2x və 0,4 çıx x. Bunların molekullarının cəmi məhsulun molekulla bərabər olur. Bərabər eləyir x-ə. Nəhayət ki, biz bu reaksiyadan x-i tapacağıq ki, x da bərabər 0,2. X-i tapdım. Sual mənə nə deyir? Deyir ki, həcmi tapın. Deyirəm KT. Uşaqlar, bunu pozum. X-i buradan yazdım ki, x-i tapdım ki, 0,2. X-i bildik. Ya bunu pozum ki, yerimizdə olsun. Yazma. X-i bildizdə nə cür tapdıq? İndi mənə deyir ki, tarazlıq sabiti 8-dir. Tarazlıq sabitini necə tapıblar? Tarazlıq sabitini 8-i belə tapıblarmı ki, bunun tarazlıq qatlığının kvadratı bölək. Bunun tarazlıq qatlığının kvadratı vuraq bunun tarazlıq qatlığı. İndi nə deyirəm? CO2-nin tarazlığı nə qədərdir? 2x-dir. Bax, fikir verin. 2x, amma böl V kvadratı yazacağım. Bilirsiniz niyə görə? Çünki CO2-nin tarazlığının molu verilib. Mol. Axı, mən bayaq burada yazdım mollarla. Axı, tarazlıq sabitini tapanda qatlıq yazılmalıdır. Mən də deyirəm ki, tarazlıq sabiti bərabər qatlıq yazmalıyım da bunun qatlığı. S yoxdur axı, bunun qatlığı yoxdur. Neyniyəcəm? S-nin yerinə nö böl V qoyacağım da. Bunun nösü nə qədərdir? 2x-dir nösü, tarazlıq molu. Böl V-nin kvadratı bölək. Bunun tarazlığı moldan daxı. Nösü böl V-sinə kvadratı. Bunun tarazlığı nə qədərdir? 0,6 çıx 2x tarazlığıdır. Böl V, yəni S böl, yəni nö böl V ilə S-si elədir də, bunun qatılığı elədir, kvadratı. Vuraq, bunun tarazlığının qatılığı. Deyirəm, oksigenin tarazlıq qatılığı yoxdur, tarazlıq molu var. 0,4 çıx x moludur, nösünü V-yə bölək. Kvadrat zad yoxdur ki. Bunu həll eləməklə cavabı əgər səhv eləmirəmsə, deyəsən 0,4 tapırıq. Bu riyaziyyat yolu da, yəni kimya yolu bu hissəyə qədər oldu. Uşaqlar, yeni bir məsələyə baxaq. Yeni məsələdə də nədir? Yenə topluluğun sualıdır. Toplu güvən hədəf qarşı baxacağıq. Deyir A, bax bu şəkildə B, yəni sistem tarazlıqdadır. A-dan B alınır, B-dən də A alınır. Belə çıxır ki, bu qapalı qabda aparılıb. Çünki açıq qabda aparılarsa sistem tarazlıqda olmur. B parçalanıb A-nı əmələ gətirmir. Və tarazlıq halında dinamikdir. Girən maddənin tarazlıq qatlığı ilə məhsulun tarazlıq qatlıqları dəyişməz qalır. Bir-birinə bərabər demirəm, ha, dəyişməz qalır. Mənə deyir ki, bu reaksiyanın tarazlıq sabiti 0,8-dir. KT-si 0,8. O deməkdir ki, KT-ni belə tapıblar ki, B-nin tarazlıq qatlığını bölüblər A-nın tarazlıq qatlığını. Axı, tarazlıq sabitini taparkən tarazlıq qatlığından istifadə edilir. Bir də sizə bir şey demədim, uşaqlar. Qaydada əslində deyilməli idi bu. Əgər tarazlıq sabitim 1-ə bərabərsə, bu əslində sürət dərsində keçmişik bunu, burada da deyim. Tarazlıq sabiti 1 və 1-dən yuxarıdırsa, bu zaman tarazlıq A üstə gəl B alınırmı S? K-mız 1 və 1-dən yuxarıdırsa, tarazlıq 1-dən yuxarı, daha doğrusu K 1-ə bərabərsə sistem tarazlıqdadır. K 1-dən yuxarıdırsa, bu zaman tarazlıq sağ tərəfə yönəlib. Tarazlıq sağ tərəfə yönəlib o deməkdir ki, bu tarazlığa təsir edən amillərdə keçmişik. Yəni, axırda qabda bu maddə əmələ gəlib də, bu maddə əmələ gəlib, yəni sistem həmin maddənin üstünə yönəlib. K-mız 1-dən böyükdürsə tarazlıq sağa yönəlib. Sağa yönəlib o deməkdir ki, axırda qabda bunun miqdarı çox olubmuş. Amma K-mız 1-dən azdırsa, tarazlıq sola yönəlib. O deməkdir ki, soldakı maddələr əmələ gəlibmiş. Yəni, bu sərf olunub, soldakı əmələ gəlib. Əgər sağdakı əmələ gəlibsə, sağdakı artıb deməkdir. Bunlar azalıb ki, sağdakı artıb. Amma yox, sol tərəfə gedirsə, soldakılar əmələ gəlib də, soldakılar artıb, sağdakı azalıb deməkdir. Sağ əmələ gələndə sol azalmalıdır. Sol əmələ gələndə sağ azalmalıdır, sağ girməlidir ki, sol əmələ gəlsin. K-mız deməli 1-dən böyüksə tarazlıq sağa gəlir. Yəni bu tərəf artmış olur. Yəni bunlar azalıb. Amma K-mız 1-dən kiçiksə tarazlıq sola gəlir. Yəni sollar artıb sağ azalıb. Təbii ki, tarazlıq sabiti 0,8 o deməkdir ki, K 1-dən böyük olsa tarazlıq sağa gələrdi. Bu demək ki, tarazlıq sola gəlib. Bu demək ki, bu əmələ gəlib, amma bu isə sərf olunur. Mənası bu demək. Tarazlıq 0,8-i 1-dən kiçik o demək ki, tarazlıq sola gəlib.
Yəni bu əmələ gəlib, plus yazıram, bu əmələ gəlib, bu da sərf olunub da bundan azalıb. İndi bizə deyir ki, sual belədir. Sualımız hara getdi? Sualda deyir ki, KT-miz 0.8. Sadəcə məlumatları ələ verirəm ki, bu nə deməkdir? Tarazlığı belə tapıblar. Qapalı qaba 5 qram A maddəsi töküblər. Bax, bu 5 qramdır. 5 qramdır. Amma 13 qram da B maddəsi töküblər. Bundan da 13 qram töküblər. Və sistem tarazlıq yaranana qədər sabit temperaturda reaksiya aparılıb. Sabit temperaturda da KT-miz dəyişməyib. Alınmış qarşılıqda A maddəsinin kütləsini tapın. Deyirəm ki, 0.8 bərabərdir. B-nin tarazlığı, fikir verin. B-dən 13 var. Tarazlıq nə deməkdir? Axırda qabda qalan deməkdir. B-dən 13 var. 13 var. Amma nə qədər girib bilmirəm axı. Çıx nə qədərsə girib. X girdi. Elə deyil. Məsələn, bundan 1 girəndə bundan bir əmələ və yaxud bundan 1 girdi, bundan bir əmələ gələr. Bundan 2 girdi, bundan 2 əmələ gələr. Mən də bunun sola yönəldiyini KT-dən bildim ki, 0.8 o deməkdir ki, birdən kiçik sola yönəlib. Bu əmələ gəlib, bu girib. Deyirəm ki, tarazlıq sabitini taparkən bunun tarazlığını. Tarazlıq da nədir? 13 var. Bilmirəm nə qədər girib. Bölməliyəm bunun tarazlığına. Bunun tarazlığı nə qədərdir? 5-dir. Və nə qədərsə də əmələ gəlib. Nə qədər əmələ gəlir? Təbii ki, bununla bunun nisbəti eynidir də. Bu x girəndə təbii ki, bundan da x əmələ gələcək. Buradan x-i tapırıq. Əgər səhv eləmirəmsə, deyəsən x-imiz A alınır. X-imiz deməli A-nın 2 bərabər deyəsən 10 alınır. 10, əlbəttə 13 çıx 13. Bu da neçə eləyir? Bu neçə eləyir? 10 olanda 3 eləyir. 15. Bir baxın görüm 10 alınırmı? 10 eləyəcək cavab. Başqa bir məsələ. Mənə deyir ki, həcmi yazıram. V bərabərdir. Məsələn, 1 litr verilib deyək ki, 1 litr olan qabda yazıram A üstə gəl B alınır C qaz. Qaz, bu da qaz. Sizə bir şey deyim, bərk maddə nəzərə alınmır, biləsiniz. Yəni bunun KT-sini tapanda C bölək A vur B yazacaq. Əmsal yoxdur axı qalxsın yuxarı. Bu bərk olsaydı yazardım C bölək A. Bu şəkildə yazılardı. Həcmi 1 litr olan qapalı qabda. Bu reaksiya tarazlıqda. Tarazlıqda demək ki, reaksiya gedib qutarıb artıq. Əmələ gəlib C də çevrilib A və B-yə. Yəni sistem qapalı qabda aparılıb deməkdir, dinamik deməkdir. Bir tarazlıq halında qabda maddələrin qatlıqları verilib. Qaba neçə mol B əlavə eləmək lazım ki, növbəti tarazlıqda 9 mol C olsun. Mən baxıram ki, tarazlıq halında qabdakı maddələrin verilib. Mənə başqa heç nə verilməyib. Onda deyirəm ki, gəl tarazlıq halında verilib də, tarazlıq halında verilib T, sərf olunan S, bir də T, belə yazım, TST qaydası yazım. Başlanğıcda söhbət getmir. Fikir verin, məsələn, bir də oxuyuram. Həcmi 1 litr olan qabda reaksiya tarazlıqdadır. Tarazlıq halında A, B, C-nin qatılıqları və buradan yazıram ki, miqdarları verilib. Miqdarları, yəni mol miqdarları. Molları verilib. Mol miqdarları 2, 4, 8-dir tarazlıq halında. Yəni burada siftədən verilib ki, 2-dir, 4-dür və 8-dir. Bizə deyir, qaba neçə mol B maddəsi əlavə eləyək. Bax, bundan nə qədər əlavə eləyək ki, növbəti tarazlıqda 9 mol C olsun. Növbəti tarazlıqda 9 mol C olsun. C-nin altına yazıram 9. Əvvəlki tarazlıqda 8-dir. Növbəti tarazlıqda 9 mol C olsun. Mən də baxıram ki, burada sabit temperatur sözü verilməlidir. Amma ola bilər də ki, verilməsin. Qoy gör məsələdə verilibmi? Məsələdə görmədim verilməyi. Burada sabit yox, temperatur verilməyib. Sabit temperatur olmalıdır. Sabit temperatur cümləsi verilməlidir. Verilməyibsə də nəzərdə tutaq ki, sabit temperaturdadır. Deyirəm, mənim tarazlıq mollarım var. Mən avtomatik nəyi tapa bilərəm? Tarazlıq sabitini tapa bilərəm. KT-ni tapa bilərəm. Tarazlıq sabitini taparkən bunun tarazlığının qatılığı, bölək bunun tarazlığının qatılığı, vur bunun tarazlığının qatılığı. Deyirəm ki, bunun tarazlığının molu verilib, mollar. Bəs C-ni necə taparıq? Nü böl V ilə. V-miz də 1-dir də. Bunu elə 1-ə bölməklə, fikir verin, bunu elə 1-ə bölməklə molları qatılığa çevirmiş oldum. Yəni bunlar hal-hazırda qatılıq şəklindədir. Bunun tarazlığının qatılığı 8 böl, bunun tarazlığının qatılığı 2 bura, bunun tarazlığının qatılığı 4. Dediyim kimi, bəlkə olsa nəzərə almazdım. Demək ki, bunun KT-si 1-dir. Burada sabit temperatur cümləsi verilməli idi.
Məsələdə hökmən verilməlidir. Sabit temperatur dediyinə görə deyirəm sabit temperaturda KT heç vaxt dəyişmir. Əgər mənim birinci halda KT 1 tapdımsa, KT-m 1-ə bərabərdirsə, sonrakı tarazlıqda da KT-m 1 olmalıdır. Bunu hökmən bilməliyik. Deməli, sabit temperaturu deməkdir ki, birinci halda tarazlıqda tarazlıq sabitim neçədirsə, temperaturum sabitsə, KT-m dəyişmir. Sonrakı halda da KT-m 1-ə bərabərdir. İndi nə deyirəm? Diqqətlə mənə fikir verin. Buradan KT-ni tapdım. Nə edirəm? Deyir, növbəti tarazlıqda 9 mol C olsun. Deyirəm, növbəti tarazlıqda 9 mol C olsun nə deməkdir? O deməkdirmi ki, 8-dən 9 olması üçün üzərinə 1 mol C gəlmək lazım. Bax, bunun üzərinə 1 mol C gəliblər ki, bunun üzərinə 1 mol C gəliblər ki, bayaq mol idi axı bu. İndi mol kimi baxaq da. Üzərinə 1 mol gəldi ki, bu 9 mol oldu. İndi əgər mən 1 mol bunu gəlmişəmsə, nə əmələ gələcək? Bunlar əmələ gələcək. Elə deyil? Yəni mən əgər bu maddənin üzərinə 9 mol C olsun o deməkdir ki, yəni 8 idi, sonradan 9 olsun. Bu nə deməkdir? Yəni bir də əmələ gəlsin anlamına gəlir də. Yəni 8 idi, 9 olması üçün nə baş verməlidir? Biri də əmələ gəlməlidir. Üstə gəl 1. Təbii ki, bu əmələ gəlməsi üçün bunlardan girməlidir. Çıx yazacağam. Çıx. Bunlar girsin ki, bu əmələ gəlsin. Bunun əmələ gəldiyini hardan bildim? 8 idi. Sonradan 9 olmalıdır. Deməli, 1 əmələ gəlməlidir. Bu buna bərabərdir. Əgər bu 1 əmələ gəlibsə, demək ki, bu 1 girib, bu da 1 girib. Əmsallar bərabərdir. Bu da 1 girib, bu da 1 girib. Deməli, deyirəm ki, bu 4 idi, 1-i girdi, qaldı 3-ü. 2 idi, 1-i girdi, qaldı 1-i. Mənə deyir ki, növbəti tarazlıqda 9 mol C olması üçün qaba neçə mol B əlavə eləyək? Qaba neçə mol B əlavə eləyək? B-miz 3 var və neçə molsa da əlavə etmək lazımdır. Sualı belə verir. Sonra deyirəm, gəl KT, burada da 1-ə bərabərdir. KT bərabərdir. Bunun tarazlığı nə qədərdir? 9 moldur. V-yə böləndə, 1-ə böləndə elə 9 olaraq qalır. Bölək. Bunun A'nın tarazlığı neçədir? 1 vuraq. Bunun tarazlığı 3 idi. Nə qədərsə də əlavə etdilər. Yox, buradan x-i tapacaq. X deyiləcək 6. 3 üstə gəl 6, 9. 9-u 9-a böləndə də 1. x1. Bir də diqqətlə məsələyə baxın. Bax, verilir, mənə deyir ki, tarazlıq sabiti, tarazlıq qatlıqları 2, 4, 8-dir. Molları verilir. Bax, tarazlıq qatlığı verilmir. Tarazlıq molları. V də verildiyinə görə, mən də deyirəm tarazlıq qatlığı növ böl V-dir də. V-lərimiz 1. Elə növlərimiz verildiyinə görə bu elə qatılıq deməkdir həmçinin. Yəni, mən tarazlıq sabit qatlıqları veriləndə tarazlıq sabitini tapa bilərəm. Tarazlıq sabiti əgər 1-dirsə, girən də var. Təbii ki, yenidən TST qaydası ilə gedirəm. Bu biri tarazlıq da 1 demək. Bu bir tarazlıqda da KT-miz 1 olmalıdır. Çünki KT temperatur dəyişməzsə, heç vaxt KT dəyişməz. Birinci tarazlıqda KT-miz neçədir? İkinci tarazlıqda da KT-miz həmin qiymətdir. Bunu tapandan sonra deyir növbəti tarazlıqda 9 mol C olsun. Növbəti tarazlıqda 9 mol C olması üçün deməli 8 idi axı 1 əmələ gəlməlidir. Bundan 1 əmələ gəlməlidir. Plus 1 olması üçün bunlardan girməlidir. Nə qədər girməlidir? Əmsallar nisbəti qədər. Məsələn, burada 2 olsaydı, bu 1 əmələ gələndə bundan 2 girməli idi. Amma əmsallar bir-birinə bərabərdir. Əmsallar müqayisə olunur. 1 əmələ gələndə bundan 1 girəcək, bundan da 1 girəcək. Təbii ki, 1 əmələ gəldi, oldu 9. 1 girdi, oldu 3. Hələ x-imiz yoxdur. 1 girdi, 2-dən 1-i girdi, oldu 1. Deyir, neçə mol B əlavə eləyək? B-miz 3 var, üstə gəl x. KT-ni tapmışam 1. KT 1 bərabərdir. Bunun tarazlığı bölək. Bunun tarazlığı, yəni 1 vuraq. Bunun tarazlığı 3 idi. Nə qədərsə də deyir, əlavə etmək lazımdır. Başqa bir məsələ. Deyək ki, məsələ verilir ki, deyir ki, A bu qısmına fikir verin. Yenə deyirəm, bərk maddələr tarazlıq sabitini tapanda, sürət tapanda hesablanmır. A qaz tarazlıqdadır. Tarazlıq deyən kimi tez 4 dənə şərti yadında salırıq. Sistem demək ki, qapalı, sistem qapalıdır. Tarazlıqda V1 bərabərdir V2-yə. Sistem dinamikdir. Əmələ gələn məhsul başlanğıcı yaradır və daxil olan maddələrin tarazlıq qatılıqları da dəyişməzdir. Məhsulun da tarazlıq qatlığı dəyişməzdir. Hökmən KT deyən kimi bunlar, tarazlıq deyən kimi bunları yadınıza salaq. B qaz, üstəgəl C qaz. Mənə deyir ki, həcmi 2 litr olan qabdan V bərabərdir 2 litr. Bunu yazım kənarda.
Ağzı bağlı qabda 0,8 mol A, 0,6 mol B və 0,8 mol C maddələri olduqda sistem tarazlıqdadır. Demək ki, tarazlıqdan gedəcəyik. Bizə demir ki, başlanğıcı. Tarazlıqdan TST qaydasından gedəcəyik. TST qaydasından gedəndə özü bizə deyir ki, 0,8 mol mollarla verilir. Nə deyir? Onlarla da yazıram. Mollarla verildiyinə görə mollarda yazıram. Deyir 0,8 mol A. İlk tarazlıqda 0,8 mol A verilib. B-dən nə qədər verilib? 0,6 mol B verilib və C-dən də verilib 0,8 mol. Düz yazdım? Bəli, düz yazdım. Sistem tarazlıq halında olur. Bizə belə verilən kimi mən hələ məsələni oxumuram. Deyirəm, gəl birinci tarazlıqdadır. Mən tez KT-ni tapım. KT tarazlıq qatlıqlarından tapılır. O da KT bərabərdir. Bir də sizə bir şey deyim. Bunlar mollarlandır. Amma KT-ni taparkən S-lərlə tapırıq. Yəni qatlıqla. Deyirəm, bunun qatlığını, tarazlıq qatlığı. Bunun tarazlıq molu 0,6-dır. 2-yə böləndə V-yə bölməliyəm axı. Növ böl V yazım ki, qatlıq olsun. 0,6-nı 2-yə böləndə 0,3 vur. Bununki 0,8-i 2-yə böləndə 0,4 bölək. Bunun tarazlığı 0,8-i 2-yə böləndə 0,4. Avtomatik verilənlərdən mən bu KT-ni nəzərə aldım ki, burada KT-miz 0,3-dür. Hələ bilmirəm məsələdə nə istəyir. Məsələdə mənə deyir ki, sabit temperatur. Sabit temperatur nə deməkdir? Sabit temperatur odur ki, burada KT-miz neçədirsə, sonda da KT-miz həmin qiymətə bərabərdir. Tarazlıq sabiti temperatur dəyişmədiyi halda dəyişməz qalır. Özü deyirik sabit temperaturda. Tarazlıq sabiti yalnız temperaturdan və təbiətdən asılıdır. Mənə deyir temperatur sabitdir. Deməli birinci tarazlıq halında KT-miz neçədirsə, axırda tarazlıq halında da KT-miz həmin qiymət, yəni 0,3-ə bərabərdir. Hə, temperatur deyir, sabit temperaturda qabın həcmi dəyişməkdir. Yəni həcm əvvəl 2 idi. Amma V1-i verib 2, amma sonraki həcmi deyir dəyiş. Nə qədər də onu bilmirəm, elə onu istəyir. Növbəti deyir, tarazlıq halı deyir ki, qabın həcmini dəyişməklə növbəti tarazlıq halı yaranır. Yəni növbəti burada bu hissə yaranır. Yaranır, A-nın mol sayı 1 olur. Fikir verin, A-nın mol sayı 1 olur. Yəni əvvəl 0,8 idi bayaqki məsələdən. Sonra isə 1 olur. Sonra isə 1 olur. Qabın həcmini tapın, sonraki həcmini tapın. İndi mən nə edəcəm? Deyirəm ki, 0,8 idi. A-dan 1 olması üçün belə ki, 0,2 əmələ gəlməsi lazımdır da. Bundan 0,2 əmələ gəlir. Bundan əmələ gəlibsə, demək ki, bunlardan girməlidir. Girmək nə demək? Çıxdı da, girdi. Girdi. Deməli, A 0,8 idi. Növbət tarazlıqda 1 olması üçün belə çıx ki, üstünə 0,2 əmələ gəlməlidir ki, 0,8 üstə gəl 0,2 bir eləsin də. Bundan 0,2 girməlidir. Bax, buradan yazıram ki, buradan 0,2 daha doğrusu əmələ gəlməlidir. Əmələ gəlsin də 0,8-in üstünə 0,2 əmələ gəlsin ki, 1 olsun. Bu əmələ gəldisə, bunlar girməlidir. İndi fikir verin. Bu buna bərabər. Görüm, əmsal varmı? Bir də səhv yazaram. Məsələni itirdim. Yox, əmsal yoxdur. Bu buna bərabər. Əmsallar müqayisə olunur da. Deməli, bundan nə qədər girsə, bundan nə qədər əmələ gəlsə, bundan o qədər girdi. Bundan 0,2 əmələ gəlsə, bundan 0,2 girdi. Bu da buna bərabərdir də. Bu da 0,2 girdi. Növbəti tarazlıqda özü bizə deyir də 1 bundan olub. Bundan 0,6 çıx 0,2 0,4 qaldı. Bundan da 0,6 qaldı. Vəsə məndən nə istəyir? V-ni istəyir. Deyirəm ki, birinci halda KT-miz neçədirsə, üçüncü halda da KT-miz həmin qiymətə bərabərdir bu halda. 0,3 bərabərdir. Neyniyəcəm? Bunun tarazlıq qatılığı. Mən də deyirəm ki, bunun B-nin tarazlığının molu verilib 0,4. Qatlığı necə yazaram? 0,4 böl V. Deməyin ha, V2-dir. O birinci halda V-miz 2 idi. Sonraki halda deyir V-miz neçədir? Bilmirəm. Deyir, bu V2-ni istəyir. Vuraq bunun tarazlıq qatlığı. Bunun tarazlıq molu neçədir? 0,6 böl V. Bölək bunun tarazlığı. Bunun tarazlığı neçədir? 1-dir də sonda. 1 böl V-dən. Buradan V-nin qiymətini yadımda qalmayıb. Bir də istəmirəm vaxt çox getsin. Əgər səhv eləmirəmsə 0,8 qalmalıdır. Burada V-ni hesablayın 0,8 eləyir. Yeni bir misala baxaq uşaqlar. Məsələn, bizə verilir ki, məsələn, bax, burada bir dənə fərqə baxın. Azot üstəgəl 3H2 alınır 2NH3.
Bax, 2 dənə qrafik çəkəcəm. Biri molun zamandan asılı qrafiki. Biri qatılığın zamandan asılı qrafiki. Bir də bunu çəkim. Azot. Burada olsun hidrogen. Bax, hidrogen. Burada da olsun amonyak. Amonyak belə bir şey. Burada da qatılığın zamandan asılı qrafiki. Azot. Azotun qatılığı məsələn müəyyən bir səviyyədə verilib belə. Sonra belə. Bu olsun azot. Başqa biri verilsin hidrogen. Yenə hidrogen var. Elə ki belə. Yenə olsun belə. Burada da olsun amonyak. Burada da olsun amonyak. Bu şəkildə. Belə deyək də. Burada da belə. İndi nə edirəm? Bizə sualda nə deyir? Deyir ki, verilmiş reaksiya üzrə tarazlıq yaradıldıqdan sonra, yəni reaksiya gedib qutarıb, axırda qabda nə varsa bu tarazlıqdadır. Sistemdə təzyiq azaldılıb. Amma temperatur sabitdir. Temperatur konstantdır. Amma pH-imiz azaldılıb. Təzyiq azaldılıb. Bu zaman sistemdəki maddələrin qatılığının zamandan asılılığı necə dəyişər? Qatılığın zamandan asılılığı. Bəzən uşaqlar elə bilirlər ki, bu nüv deyil. Götürür qatılığın zamandan asıb bunu yazır. Amma belə deyil. Səbəbi deyək. Birincisi, təzyiq azalanda biz tarazlıqda keçmişik ki, deməli, biz tarazlıqda keçmişdik ki, təzyiq artanda tarazlıq həcmin az tərəfinə, təzyiq azalanda tarazlıq həcmin çox tərəfinə yönələr. Əgər burada təzyiq azalıbsa, burada 2 həcmdən bərk nəzərə alınmazdı. Burada 4 həcm var. Təzyiq azalanda tarazlıq həcmin çox tərəfinə yönələr. Çox tərəfinə nə deməkdir? Sola yönələr. Yəni azot və hidrogen tərəfə yönələr. Yəni azot və hidrogen artar. Biz də baxırıq cavabda sizə bir şey deyim. Azot və hidrogen artar. Mənə də deyir, qatılığın zamandan asılı qrafikini göstər, ha? Uşaqlar da baxır ki, azot və hidrogen artar. Bəli, azot artar. Bəli, azot artaraq sol tərəfə gəlib. Nə üstə gəlibsə, üstə artıb. Və amonyak azalar götürürlər, bu cavabı yazırlar. Amma bu səhvdir. Niyə səhvdir? Düzdür, azot və hidrogen əmələ gələr. Amonyak sərf olunanda bundan neçə molsa girər. Bunların molu artmış olar. Molu artmış olar. Azotun molu artar, hidrogenin molu artar, amonyakın molu azalar. Yəni deyilsə ki, təzyiq azalanda azot, hidrogen, amonyakın molu necə dəyişib? Bu şəkildə. Bax, bu molla qrafik düzdür. Amma qatılığına veriləndə deyirəm ki, təbii ki, yenə azot və hidrogenin qatılığı azalar. Azalar, amma indi baxın, tarazlıq sol tərəfə, biz axı deyirik ki, qatılığı azalar yox, üzr istəyirəm, artar. Amonyak əmələ gələndə sol tərəfə gəlir, aha, bunlar artmış olur, molu artmış olur, molu. Amma qatılığı nə deyirəm? Azot var, bayaqdan reaksiya gedib, azot girib axı reaksiyaya. Azotun qatılığı azalıb, sonradan artıb. Axı təzyiq azalanda sol tərəfə gələr, azotun qatılığı artar. Azotun qatılığı artar. Hidrogen də var, qatılığı azalıb, ondan sonra artıb. Amonyak da təbii ki, qatılığı deyirik ki, azalacaq. Yəni, bununla bunun fərqi odur ki, mol olanda olduğu yerdən artıb. Təzyiq azalanda tarazlıq sola gəldisə, soldakı maddələr molu artdı. Bu vəziyyətdir. Amma qatılıq deyəndə qatılığı da artıb. Amma qatılıq əvvəlcə sərf olunub, bunlar girib, qatılığı azalıb, sonra artıb. Qatılıq deyəndə girib, sonra artıb. Girib, sonra artıb. Bax, bu şəkildə götürmək lazımdır.